13-cü gün, nəzarət günü. Bəs bizə gələn neqativ fikirləri necə izləmək olar? Onların əhvalımızı pozmasına necə icazə verməmək olar? Onların sizi idarə etməsinə necə yol verməmək olar? Bu çox vacib mövzudur, ağlın idarə olunması. Məhz bunu öyrənməliyik, bu əsas açardır. Çünki ağlımızdan keçən fikirlərdən birbaşa həyatımız asılıdır. Əgər zehnimizdə əsasən xoşbəxtlik fikirləri varsa, bizi xoşbəxtlik gözləyir. Əgər xoşbəxt sevgi, uğurlu münasibətlər, səmimiyyət və etibar haqqında düşüncələr üstünlük təşkil edirsə, bunlar həyatımıza gəlir. Biz həyatımızda nəyi düşünürüksə, onu da görürük. Qorxu haqqında düşüncə qorxunu cəlb edir. Bəs neqativ fikirlərə necə tab gətirmək olar? Axı neqativ düşünməyə vərdiş var, hər şeydən qorxmağa vərdiş var, neqativ fikirlərin içinə düşməyə vərdiş var. Bugün biz neqativ fikirlərlə necə işləməyi öyrənəcəyik. Nümunə, birinci növbədə öz daxili əhvalınızı izləməlisiniz. Əgər hiss etdiniz ki, əhvalınız pisləşib, deməli sizi artıq mənfi fikirlər ələ keçirib. Bu fikirləri konkret tutmaya da bilərsiniz. Onlar zehninizdən sürətlə keçə bilər. Siz onları dərhal unuda bilərsiniz, amma əhvalınızı artıq pozublar. Məsələn, özünüzə inamsızlıq fikirləri, mən kifayət qədər gözəl deyiləm, kifayət qədər ağıllı deyiləm, kifayət qədər varlı deyiləm, bu cür fikirlər əhvalı korlayır. Və ya hər hansı uğursuzluq barədə düşüncələr, onlar da eyni cür təsir edir. İndi bir nümunə götürək, tutaq ki, bir qadın var. İndi arzusu xəyalındakı kişi ilə tanış olmaq və onunla ailə qurmaqdır. Adı da deyək ki, Aygül. Aygül belə bir fikir düşündü. Mən həmişə tənha olmuşam və bu tənhalıqdan necə qurtulacağımı bilmirəm. Bu mənfi fikirdir, bəli mənfi fikirdir. Belə fikir gələn kimi biz onu tuturuq, anlayırıq ki, bu mənfi fikirdir. Bəs nə etmək lazımdır? Metod sadədir. Mənfi fikri sanki qırmızı markerlə mənfi fikrin üstündən xətt çəkilmiş kimi ləğv edirsiniz və yerinə dərhal müsbət bir fikir yazırsınız. Məsələn, mən həmişə tənha olmuşam. Bu fikrin üstündən qırmızı markerlə xətt çəkirsiniz və onu dərhal müsbət bir fikrə dəyişirsiniz, çevirirsiniz. Mən həmişə tənha olmuşam, onu çeviririk bu fikrə. Mən cütlükdə xoşbəxtəm. Mənim ruh əkizim var, sevdiyim insan var və o mənimlədir. Bu yeni fikirlərdir və Aygül həmin anda özünü daha yüngül hiss edir, içində rahatlıq yaranır. Bu fikir artıq yeni reallıq qurmağa başlayır. Şübhə fikirləri də ola bilər, məndə heç nə alınmayacaq, dərhal dəyişirsiniz, məndə hər şey alınacaq. Gün ərzində minlərlə fikir gələ bilər, minlərlə fikir sizə hücum edə bilər. Onlarla mübarizə aparmaq lazım deyil. Sadəcə tutun bu fikri ki, bu məndən keçdi, beynimdən keçdi. Üstündən xətt çəkin, yenisi ilə əvəz edin. Bu qədər. Sürtgəc texnikası da çox yaxşı işləyir. Məsələn, ağlınıza xoşa gəlməz bir fikir gəldi. Tutaq ki, belə düşündünüz. Yəqin ki, rəfiqəm məni aldadır. Bu yalnız arzular və məqsədlərlə bağlı olmaya bilər. Ümumiyyətlə, həyatın istənilən sayəsində baş verə bilər. Nə edirsiniz? Sanki sürtgəc götürmüş kimi bu fikri sürtgəcdən keçirirsiniz. Yəni, çörkadan keçirirsiniz. Tam silirsiniz. Fikri çörkadan keçirdirsiniz. Tam silirsiniz. Və yerinə yeni fikir qoyursunuz. Rəfiqəm mənimlə səmimidir, mən onun mənə qarşı dürüst olduğuna əminəm, o mənə yaxşı münasibət bəsləyir, məni sevir. Bu fikir xoşdur, içinizdə rahatlıq yaradır. Unutmayın, başqa cür düşünmək mümkündür və fikirləri siz özünüz seçirsiniz. Düzgün fikirləri seçmək üçün yalnız bir şey lazımdır. Bunu istəməyiniz. Heç kim sizi nəsə düşünməyə məcbur etmir. Sadəcə siz avtomatik düşünməyə öyrəşmisiniz. Bugündən etibarən sizə xoş olan fikirləri düşünməyə öyrənin. Sizi sıxan, qorxudan fikirləri deyil. Sizdə yaxşı his yaradan fikirləri seçin. Çünki xoş fikirlər yeni gələcək yaradır, yeni reallıq qurur və həyatınıza daha çox yaxşılıq cəlb edir. Günün tapşırığı belədir. Bugün baş verən istənilən vəziyyətə, münasibətdə, vəziyyətdə dünyaya əmr verin, niyyət qoyun. Dünyaya əmr vermək istənilən vəziyyətdə mümkündür. Qonşu binada sakinin suyunu kəsiblər və xəbərdarlıq ediblər ki, həftənin sonuna qədər nə soyuq, nə də isti su olmayacaq. Təbii ki, qız buna görə məyus olub, amma o düşündü, yox, mən bunu istəmirəm və əmr verdi. Axşam evə gəlirəm, kranı açıram və oradan soyuq və isti su axır. Yəni, axacağına əminəm. Yəni, o neynədir burada? O komanda verdi. Komandanı verdikdən sonra deyirik, məsələ həll olundu.
Mən artıq bunu müzakirə etmirəm. Adətən biz nə eləyirik? Düşünürük ki, necə olacaq, niyə belə oldu, indi nə edim, necə çıxım bu vəziyyətdən? Yox, bu artıq yoxdur. Komandanı verdin, qərarı qoydun və gedib dincəlirsən. Sanki sən rəhbərsən, əmr verdin. Bundan sonra işçilər, yəni reallıq, dünya, kainat, həyat sənsiz özləri həll edirlər. O qız axşam evə gəldi, kranı açdı və həqiqətən də krandan həm soyuq, həm isti su axdı. Özü də inanmırdı ki, bu cür alınacaq. Komanda verin, həyatınızdakı istənilən vəziyyət üçün niyyət qoyun. Sehirbaz olmağı öyrənin. Biz əslində sehirbazıq. Komandanı verin və deyin, məsələ həll olundu, bu artıq müzakirə edilmir. Bu restoranda sifariş verməyə bənzəyir. Siz düşünmürsünüz ki, yeməyi hazırlayacaqlar ya yox? Əlbəttə ki, hazırlayacaqlar. Siz yeməyi seçmisiniz, sadəcə oturursunuz, nə vaxt hazır olub gətiriləcəyini gözləyirsiniz. Sonra da yeməyin dadını çıxarırsınız. Həyatda da hər şey eynidir. Mənfi düşüncələrinizi izləməyi öyrənin, onları şüurluluqla müşahidə edin, maksimum dərəcədə şüurlu olun. Bu zaman hansı düşüncələrin gəldiyini görəcəksiniz şüurlu olan momentdə. Lazımsız düşüncələri silin, üstündən xətt çəkin və ümumiyyətlə onlara fikir verməyin ya da müsbət düşüncələrlə əvəz edin.